şirkin cəzası, aqibəti ən böyük cəzadır. Bilirsiniz də şirkin cəzası nədir? Yəni şirkin cəzası qədər elə bir cəza yoxdur. Şirkin aqibəti qədər elə bir aqibət yoxdur. İnsan nə qədər günah eləyir eləsin, nə qədər asiliklər eləyirsə eləsin, nə qədər böyük olursa olsun o asiliklər, nə qədər çirkin olursa olsun, bu böyük günahın qarşısında heç nədir. Şirkin qarşısında heç nədir. Birinci, niyə görə şirkin cəzası ən böyük cəzadır? Və çünki birinci, şeyx bu ki birinci, çünki şirk cəhənnəmdə əbədi qalmağı vacib eləyir. Cəhənnəmdə əbədi qalmağı. Allah Teala bizi qorusun. Əbədi də nədir? Yəni sonluq yoxdur da. 100 il, 1000 il, milyon il, 100 milyon, milyard, trilyard. Yoxdur, sonu yoxdur. Əbədi. Əbədi əzabda, əbədi odda, əbədi qandallarda. Nə səbəbi ilə? Allaha şərik qoşmaq səbəbi ilə. Lakin şirkdən çəkinə bilərdi. Yüngül bir şeylə, asan bir şeylə şirkdən çəkinə bilərdi, şirkə düşməzdi. Ən asan şeydir şirkdən çəkinmək. Qul onun üzərində yaradılıb. Allah Teala qulu tohid üzərində yaradı. Buna görə də yüngül bir şeylə çəkilərdi. Şirkdən çəkinə bilərdi. Şirkə düşməyə bilərdi. Ona görə də Allah Teala qiyamət günü şirk qoşub cəhənnəmdə tutuşan şəxsə xitab eləyərək deyəcək ki, əgər sənin yer boyda, yer dolusu qızılın olsaydı, əzabdan qurtulmaqdan ötürü onu fəda edərdin. Deyəcək ki, bəli ey Rəbbim. Allah Teala deyəcək ki, sən dünyada olan, yəni sən atan Adəmin belində olanda səndən bundan daha asan şeyi istədim. Mənə ibadət edəsən və mənə heç bir şeyi şərik qoşmayasan. Sənsə şirkdən başqasını qəbul etmədin. Allah Teala nə deyir? Deyir, səndən bundan daha asandığını istədim. Nədir o da? Yalnız mənə ibadət edəsən və mənə heç bir şeyi şərik qoşmayasan, sən isə şirkdən başqasını qəbul etməsin və asan şeydir, Allaha ibadət et, başqasına ibadət etmə, duan, yönəlmən Allahdan başqasına olmasın, nə ölüyə, nə vəliyə, nə nəbiyə, nə yaxına, nə uzağa, nə bütə, nə ağaca, mütləq olaraq heç bir şeyə. Tək Allaha dua elə, onun şəriki yoxdur. Allah üçün namaz qıl, Allah üçün qurban kəs, Allah üçün nəzirdir, Allahdan qorx, Allahı sev, Allaha ümid bəslə. Allah sənin qəlbində hər şeydən daha böyük olsun, daha əzəmətli olsun və etiqad elə ki, Allahdan başqa nə varsa hamısı Allahın quludur və hər şeyin səltənəti və hər şey Allahın əlindədir. Fayda verən də, zərər verən də, bütün işləri idarə edən də yalnız Allahdır. Onun əlindədir. Tövhid budur. Bu asan məsələdir. Lakin kimə zəlalət gerçəkləşərsə, bunu neyniyər? İnkar edər, bundan üz döndərər və Allaha şərik qoşar və o da daimi zərər içərisində olar. Çünki həmin insan başqa günahkarlar kimi deyil. Hər hansı bir günah, hansı ki sahibi odda ona görə cəzalanacaq, bütün günahkarlar, yəni bütün o asiliklər ki, hansı ki o asiliklər cəhənnəmə girməyə səbəbdir. Çünki həmin o günahlarda xubs var, yəni xəbislik var, çirkinlik var, nəcasət var günahlarda. Bütün günahlarda nə var?
Çirk var, kir var. Onlar təmizlənməlidir ki, insan cənnətə girsin. Ot da köyrük kimidir. Hansı ki təmizləyir və yuyur. Hətta cənnətə girən tərtəmiz girir. Çünki cənnətdə çirk yoxdur. Necə ki Allah Teala buyurur ki, "Tibtum fədxuluha xalidin." Təmizləndiniz, gözəlləşdirdiniz, o cənnətə əbədi qalacaq şəkildə girin. Zumar surəsinin 73-cü ayəsi. Nəticə odur ki, yəni cənnətə pislik girməyəcək. Xubs nədir? Pislikdir. Və bütün o günahlar ki var, hansı ki insanın cəhənnəmə girməsini vacib eləyir, o günahlarda o pisliklər var ki, insan o pisliklərdən təmizlənir odda, sonra cənnətə girir. Çünki cənnətə ancaq nə girir? Yaxşı girir. Pislik cənnətə girmir. Ona görə də elm əhli deyir ki, yəni çaylar növbə-növdür. Səhv etmirəsmi deyir, çaylar üç növdür. Bu dünyada olan çaylar, hansı ki insanı o günahlarından təmizləyir, tövbə hər şeyi təmizləyir. Sonra insanın başına gələn müsibətlərdir, xeyirli əməllər və s. günahları yuyur. Qəbirdə olan çay, qəbir əzabadır ki, o qəbirdə olan günahları təmizləyir. Bir də axirətdə olan çay, o da cəhənnəmin odudur ki, o günahları yuyur, təmizləyir. Çünki cənnətə ancaq təmiz nəfs girəcək. Yəni cənnətdə pislik yoxdur. Günahlar, həmin o günahlar var, asiliklər var ki, insan eləyir. O pislikləri o təmizləyir. Şirkə gəldikdə isə şirkin pisliyi bitmir. Şirk elə bir pislikdir ki, o heç nə yuyub aparmır. Ona görə də onun əzabı bitmir. Və şeyx burada şirkə gözəl misal çəkir. Deyir ki, müşrikin məsəli itin məsəlinə bənzəyir. İtin nəzasəti özü nəzasətdir. İt özü özlüyündə nəzasətdir. Əgər deyir iti bütün yerin çayları ilə, arxları ilə, dənizləri ilə yuson təmizlənəcək it. Nəzasət olmaqdan çıxacaq, yox, çıxmayacaq. Nəzasət vəsfi onda qalacaq. Niyə? Çünki onun özü nəzasətdir. Müşrik pislikdə, müşrikin məsəli bundan da betərdir. Ona görə də müşrikin nəzasəti təmizlənmir. Ot o şirki axirətdə yuyub aparmır, təmizləmir. Ona görə də əbədi harda qalır? Otda qalır. Allah Teala bizi qorusun. Ona görə məsələ çox təhlükəli məsələdir. Fikir verin, insan yəni yaşayır 70 il, 80 il, 90 il bu həyatda. Hamısını Allaha itaətdə keçirdi. Namazda, orucda, həcdə, ümrədə, zikirdə, Quran oxumaqda, özündə olanın hamısını Allah yolunda xərcləməkdə, lakin həyatının ən son dəqiqəsində Allaha şərik qoşur. Deyir ki, ey Rasulullah, əl-mədəd mədəd, yardım elə, yardım elə. Nə qədər aldı bunun vaxtından? Neçə saniyə? 3 saniyə. 3 saniyə aldı. Dedi ki, ya Rasulullah, mədəd mədəd. 3 saniyə apardı onun vaxtından. Ya seyyidi fulən, ey filan evliya, mənə yardım elə. Sonra bunun üzərində öldü. Şirk üzərində öldü. Allah Taala'nın kəlamı haqdır və doğrudur. Allah Taala buyurur ki, وَمَنْ أَسْتَقُ مِنَ اللّٰهِ حَدِيثًا Allah'tan daha doğru danışan kim ola bilər? Allah qatında söz heç vaxt dəyişmir. Allah Taala deyir ki, وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ Mən əvvəldən sizi xəbərdar etmişdim. مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ Mənim sözüm dəyişməzdir. Mən bəndələrimə zülm edən deyiləm.
Allahın sözü dəyişmir. Həmin insanın gedəcəyi yer haradır? Sonu haradır? Cavab odur ki, cəhənnəmdə əbədi qalmaq. Allahın, mələklərin, bütün insanların lənəti olur üzərinə. Allah Taala ondan heç bir əməlin qəbul eləmir.